Bütün şifrələri yadda saxlaya bilməzsən. Yəqin ki, sən də hamın kimi bir çox platformalarda müxtəlif şifrələrdən istifadə edirsən. Amma elələr də var ki, bir şifrəni bütün platformalarda istifadə edir. Bu ən böyük risklərdən biridir. Təbii ki, deyəcəksən ki, necə olur ki, bəs o qədər şifrəni yadda saxlayaq, hara yazaq. Bəzən olur ki, adam itirir, yazdığı yeri tapa bilmir. Ona görə çox çalışır ki, eyni paroldan bir çox yerdə istifadə etsin ki, rahat harda sizə daxil ola bilsin. Əslində bunun riskləri çox böyükdür. Bunu sizə izah eləmək istəyirəm. Risklərdən biri nədir? Əgər qarşı tərəf sizə hücum edən şəxs sizin parollardan birini ələ keçirsə, sizə bağlı olan bütün hesablarda parolu eyni olduğu üçün bütün hesablarınız da ələ keçirilmiş olur. Buna görə mütləq hər sistemdə, hər platformada, hər sosial şəbəkədə istifadə etdiyiniz parollar müxtəlif olmalıdır. İndi deyəcəksən ki, bu qədər müxtəlif parolu mən necə yadda saxlayım? Bunun üçün proqramlar yaradılıb, password menecerlər, yəni orada hər platforma üçün, hər saytda, hər proqramın və hətta hər sosial şəbəkədə qeyd etdiyiniz parollar orada saxlanılır. Deyəcəksən ki, bu təhlükəli deyil bəs, həmin o proqram yaradan şirkət də bu parolları baxıb istifadə edə bilir. Yox, təbii ki, hər proqram menecerdən də, password menecerdən daha doğrusu istifadə etmək olmaz. Bunun bir neçəsi daha məşhurdur və daha təhlükəsizdir. Bunlardan sizə nümunə olaraq Bitwarden və yaxud da ki, One Password Manageri məsələ görə bilərəm. Bitwarden ödənişsizdir, amma siz orada ancaq öz daxil etdiyiniz parolları siz görə bilərsiniz. Sadəcə bir dəfə giriş kodu istəyir, onu scan edirsiniz. Ondan sonra orada əlavə edədiyiniz bütün sosial şəbəkə və ya hər hansı bir saytda olan daxil etdiyiniz login və parol orada saxlanılır. Siz istəsəz həmin oradakı login parolda parol hissəsini həmin o proqramın avtomatik yaratdığı özünün uzun bir şifrə ilə şifrələyə bilərsiniz. Təbii ki, onu yadda saxlama ehtiyac qalmır, çünki həmin o şifrələr həmin o proqramda yadda saxlanılır. Siz hər hansı bir saytda ya da proqrama daxil olanda ora sinxronizasiya olur. Sizə təklif edilir ki, bura daxil olursan və bunun parolu məndə var. Yəni heç parolu düşünməyə ehtiyac qalmır və yaxud da proqramdan parolu baxmağa ehtiyac qalmır. Avtomatik həmin o parol da doldurulur və sən həmin sayta və yaxud da ki, sosial şəbəkəyə daxil ola bilirsən. Bu birincisi, bütün sosial şəbəkələrin təhlükəsizliyini asılıdır. İndi fikirləşə bilərsən ki, kimdir mənim hesabımı, kimdir mənim telefonumu neynəyən, amma elə fikirləşmə. Əgər sənin hər hansı bir platformada olan parolun ələ keçirilsə, bütün parolların bir eyni olsa, bütün hesabları risk atmış olursan. Bunun üçün mütləq hər parolu müxtəlif təyin etməlisən. Buna görə də mən məsləhət gördüyüm Bitwarden və yaxud One Password Manager'ini istifadə edib, orada parolları əlavə edib, istənilən vaxt, istənilən cür onu istifadə edib daxil ola bilərsən. Əgər deyəcəksən ki, mənim parollarımı lap ələ keçirildi, məndən nə kimi istifadə edə bilərlər? Sənin nömrəndən və yaxud hesablarından sosial şəbəkədə sata bilərlər. Bu yaxınlarda, hardasa 2024-cü ildə bir çox 50-yə yaxın saytın data bazası internetə sızdırılmışdı. Burada hücum olunmuşdu və orada olan parollar, hansı ki, həmin o sosial şəbəkədir və yaxud hər hansı bir saytdır, orada istifadə etsən parolları sosial şəbəkədə hər yerə sızdırılmışdı və bu da böyük bir təhlükəsizlik xətasıdır. Bundan qorunmağın ən üstün yolu parolların müxtəlif olmağına mütləq fikir vermək lazımdır. Ona görə hər zaman parol təyin edərkən ehtiyatlı olun. Hesablarınız sizin üçün adi gəlsə belə bir çoxları üçün böyük bir pul mənbəyi ola bilər. Kanalı izləmədə qalın. Gəlin videoda görüşək.